Salam güzel kızlarım. Bugün hemşeki kim biz çok hoşbaxtıq, sevinirik. Kızlarımızda hoş haberler var. Doğuşa hazırlaşırlar. Ürək vurusuların ilk defa görmüşük. Kim paketten geçip ve hamısı yanımdadılar. Sevinirik, her şey yaxşıdır. İlk növbədə istirdim başlayaq birinci kızımızdan. 41 yaşım var, 2 il ailəliyəm. Bir kurs müalicəyə hamilə qaldım. Yani problemler çok idi. Yaş faktörü, antimüller, hormonal, folikullar çok az idi ama möcüzə doktor möcüzəni elədi. Sevinirik bir gün ürək vurusunu gördük, düzdür. Bəli, ilk dəfə gördük və hal-hazırda hələ ki narahatıq, 12-13 həftəni gözləyirik. Потому что 38 yaşdan sonra siz də bilirsiniz ki, qüsurlar, xromosom patologiyalar çox olur. İnşallah yaxşı olar və axıra kimi sevinib sizi mama edib yola salarım. Mən də doktoruma öz təşəkkürümü bildirirəm. 4 ildir hamiləyəm. Uğursuz hamiləliklərim olmuşdu. İnkişafdan qalma, laxtalama problemi. Şükür birinci hamiləliyim uğurla başa çatmışdı. Bu da ikinci hamiləliyimdir. İnşallah doktorumun sayəsində, göydə Allah yerdə doktorumun sayəsində bu hamiləliyimdə uğurla başa çatar. Sizə öz təşəkkürümü bildirirəm. Çox sağ olun. Bəli, ilk dəfə uğursuz idi. 9 həftədə inkişafdan oldu. Sonra kızımız geldi yanıma, çok problemler eşkar olundu. Genetik faktör, laxtalama və s. Müalicəmiz olundu. Şükürler olsun. Birinci, hatta ilk defa gelende dedi ki doktor bunu götürək, müalicəni elək, sonra tekrar həmlə qalarım ama şükürler olsun. Hal-hazırda sapsağlam körpəmiz var və kızımız ikinci dəfə həmlədir. Az qalıb. Mamacık olası ikinci dəfə təbrik edirəm. Sağ olun. Mən 19 yaşım var. Buna baxmayaraq antimüller 0,3 idi məndə. Yəni başqa da həkimlər demişdi, süni məlumatma lazımdır. Daha sonra Elmira doktoru internetdən tapmışdım mən. Və ona inanaraq gəldim bura. Və şükür nəticəsi oldu. Bəli, baxmayaraq yaşına ama problemler çok idi. Cəmi 2-3 folikulu var idi, FSH da yuxarı idi, antimüller. Avqustdan başladıq müalicəmizi sentyabrdan. 6-7 kurs müalicədə. Bugün də qızımız ürək vursun gördü. Sizi təbrik edirəm. Mən 33 yaşım var, birinci hamiləliyimdir, riskli hamiləlikdir. Doktorum sağ olsun, yəni onu tanımamışam. İnşallah ki, mən də körpəmi sağladıqca onu gedərəm. İnşallah. Bəli, faktorlarımız riskli çoxdur. Artıq çəki, təzik, indi qorxuruq ki 26 həftəyə çatmışıq, Zulala görə qorxuruq. Artıq çəki ilə əlaqədar o preeklamsiyalar daha çox olur. Şəkərlə əlaqədar bu çox narahatlıq. İnşallah yaxşı olar. İnşallah. Təbrik edirəm. Sağ olun. Bizim gözəl doktorumuz Elmira doktora təşəkkürümü bildirirəm. 4 ildən sonra hamiləlik. Mən dilədim ki, başqa həkimlərdə olmuşdum. Heç bir effekt nəticə ala bilməmişdik. Öz xalam qızımın sayəsində Elmira doktoru tanıdım. Çox şükür bugünə riskli hamiləlik. Problemlər çox idi. İnşallah bugün doğuşun vaxtını dəqiqləşdiririk. Göydə Allah yerdə Elmira doktor bizim gözəl həkimimiz. Təşəkkürümü bildirirəm. Təbrik edirəm. Mən də qız vaxtından Elmira xanımı tanıyıram. 10 ildir ailəliyəm. 3-cü uşağımdır. Sağ olsun həkim. Yenə də çox sağ olsun. İnşallah sağ-salamat görərik uşağı. Elmira gətirərik. Çox sağ olsun həkimimiz. Düzdür, kızımızı 17 ile yakın tanıyorum. Azərbaycanda ilk dəfə gələndə ilk xəstələrindən biri idi. Çox ağır menstrual sıkıntıları geçirdi, ağrıları olurdu. Hətta təcili yardım da gəlirdi yanına. Ama geldi 3 kurs müalicə nəticəsində hər şey keçdi, problemler çok idi. Elə gedən kimi, ailə quran kimi həmləlik baş verdi, maşallah 3-cü uşaqdır. Həmləliklərimiz də çətin keçir, qanaxmalarla riskli 16 həftəyə kimi cift problemi, autoimmün problemler ama hər şey yaxşı, tuzu az qalır. Bir aya qızımız 3-cü dəfə ana olur. Arzu edirəm, siz də belə sevinəsiniz, xoşbaxt olasınız, arzularınıza çatasınız. Düzdür, heç kimdə heç bir problem olmasın, həmləlikləri də rahat keçsin və hamısı ana olub geçsinlər evlərində. Bütün evlərdən də körpə səsi gəlsin.